Azadlıq çiçəyi qərənfilin nağılı. Biri vardı, biri yoxdu. Uzaq deyil. Elə bizim ölkəmizdə çox gözəl bir bağ vardı. Bu bağda hər cür rəngli güllər açar, quşlar oxuyardı. Amma bir gün bağın üzərini qara buludlar aldı. Bu buludlar günəşin qarşısını kəsib hər tərəfi soyuq və qaranlığa qərq etmək istəyirdilər. Bağın sakinləri, qoçaq insanlar qərara gəldilər ki, günəşin yenidən doğması üçün əl-ələ versinlər. Onlar qorxmadan bağın darvazalarına tərəf qaçdılar. Həmin gecə yanvarın 20-si idi. Hava çox soyuq olsa da, insanların qəlbi vətən sevgisi ilə isinirdi. Qara buludlar nə qədər güclü olsa da, insanların iradəsini qıra bilmirdilər. O gecə ən cəsur insanlar öz canlarını bağın azadlığı üçün fəda etdilər. Səhər açılanda buludlar çəkildi, amma hər tərəf qırmızı çiçəklərə bürünmüşdü. Bu çiçəklər qərənfillər idi. Qərənfillər sadəcə gül deyil, cəsarətin və azadlığın rəmzinə çevrirdilər. Onlar bizə dedilər, biz solsaq da sizin azadlığınız heç vaxt solmayacaq. Çünki siz öz vətəninizi çox sevirsiniz. O gündən bəri hər il yanvar gələndə biz o qəhrəmanları xatırlayırıq. Onlar bizə müstəqil, azad bir bağ, gözəl bir Azərbaycan qoyub getdilər. İndi biz o bağda xoşbəxt böyürük və qəhrəmanlarımızı heç vaxt unutmuruq. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.